Deməli, Mahmud müəllim, bax biz gəlməz hazırda bura haradır müəllim? Yeni başının Arxa küçələrdir, 3 sotdadır. Konkret sən birbaşa mövzuya keçirik. Birbaşa mövzuya. Çünki biz danışmasaq da bu ev danışır. Biz danışmasaq da bu ev danışır. Doğrudan da əla ev. Yaxşı evdir ya. Oradan da evdir. Danışmayaq ey. Qoy bir dənə şöyle hərənək. Qoy lan hərənə görə. Qoy, ev danışır da xala oğlan. Ev danışır. Nə deyək? Nə deyək? Eşq olsun Gürcistan xalqına. Eşq olsun. Nə deyək? Bax, nə deyək? Evdə. Ev necə olmalıdır? Gözəllik deyir, həqiqətən gözəllik. Nə deyək? Çay evin qabağına dəzən giriş eləyək. Bax. Deməli sizə, hörmətlinizə, yəqin ki tələsirsiniz. Səbir qalmayıb heç kimdə, sizdə də qalmayıb. O bizim izləyicilərdə də qalmayıb. Bax. Evin bu alt hissəsindən başlayaq. Bu evin əsas qoy deyim də qiyməti 155.000 manatdır. 3 sotdadır, qufçalıdır. Mən bunu deyə bilərəm. Ev də böyük evdir, bax. Evin kvadratını bilmirəm, yəqin ki 10 metrdən çox olar. Bax budur. 155.000 manatdır. 3 sotdadır Namıq müəllim. Bax ev budur. Bax bu da bunun. Nə deyirsiniz? Bunu nə deyilir bu? Padvalıdır yəni. Yox, rus sözüdür. Ona görə onu istifadə eləmək istəmirəm. Bax belədir də. Bax belədir. Burada da otaq. Yəni saçan olsa burada onu kimsə həbs eləmək orada. Belə. Burada da otaq. Geniş otaq. Qəşəng. Gözəl. Neçə 6-8 olun. 4 otaqdır. Ev yollar saymır da. Yəni onların 4 otaqdır. Gəlin, alız. Hörmətli əlamlakin izləyiciləri. Bax, bu da bunun eyvanı. Gözəl də. Bir insana yaşamaq üçün nə boyda ev lazımsa bu da o boydadır. O belə. O belədir. Mən işləri yandırmamışam. Bax. Elə bir çəkirəm. Girən kimi solda mətbəxdir. Bax. Görürsünüz. Gül kimi evdir. Bu da bunun qonaq otağıdır. Bax belə. Bu da bunun zalıdır. Bax. İşıq yanmır ha. İşıq yanmır. Gözəl. Çox gözəl. Deməli. İkinci otaq. Bu belə. Bu da üçüncü otaq. Bax görürsünüz buradan keçid var idi onun bağına. Bu da dördüncü otaq. Bu da onun gözəl sanitarı qovşağıdır. Gözəl vəziyyət çəkilib. Təzədən qaydırıq bunun həyətinə. Yenə sonunda bir dənə sizə deyim ki 155.000-dir. Xüsusən olaraq hərbiçilərə güzəşt var. Bizə də pul ödəmir. Əgər kimsə qazi gəlsə, bizim hərbiçi yoldaşlarımız gəlsə, tam olaraq biz ona pulsuz xidmət edirik. Bax belə. Sağ tərəfində də villalar var, zavi. Gəldik sona, əsas ki bizim sona gəlmez.